bağlı olduğumuz insanlar, nazirlər ya telefonları götürmürlər, ya da məktublarımıza çox gec cavab verirlər. Nəticədə bizim cəmaatla bağlılığımız onların suallarına, problemlərinə diqqətlə yanaşmağımıza mane olur. Xalqın biraz ironik, biraz xalqvari bir məşhur ifadəsi var. Müəllim, bən oldu. Xalqla üzbəyüz qalan, yaxası əlində olan deputat da nə nazir deyir, nə komitə sədri deyir, nə başqası deyir. Və bu söz güllədən betərdir. Çünki cavabın yoxdur. Bir söz deyə bilmirsən. Ay nazir, sənə məktub yazmışam. Niyə cavab vermirsən? Yaxşı, sən çox mühüm işlərlə məşğulsan. Halbuki elə bu deyişin sən. Çünki deputatın da sənə yazdığı məktub xalqın arzusu ilə, istəyi ilə, problemi ilə bağlıdır. Cavab verməlisən. Axşam bu sahə üzrə nazirsən, işləyirsən, nə bilim, hər cür deputatdan da keyfiyyətli və səmərəli şəraitə maliksən. Niyə cavab vermirsən?